gedəndə həyəcanlıyıq, cənab prezidentlə görüşməyə gedirik. Amma gedib ora çatandan sonra o həyəcanımız yoxa çıxdı da. Cənab prezident çox xoş təsərrüfat göstərdi ki, bizə gələn elə bir ki, öz ailəsini qarşıladı. Bu günə şükür, Allahımızın bu gününə şükür ki, biz gəldik öz torpaqlarımıza, gözəl şəraitimiz, cənab prezident bizə çox gözəl ev təqdim edib, hər bir şəraitimizdə gözəl. Ali Baş Komandanla görüşmək hər bir kəsin arzusudur və mən də o arzuya nail oldum və Ali Baş Komandan tərəfindən mən döyüşdən sonra, döyüşün gedişatında igidliyə görə medalla təltif olunmuşdum və bugünkü görüşümüzdə də biz Ali Baş Komandanı insanlara qayğısını, sevgisini və öz səmimiyyətini necə göstərməyini biz orada gördük.